sualları cavablandırsın. Amma sizdən bir ricam olacaq, ekranı bəyənin. Oxuyacağım sizin suallarınızı, narahat olmayın. Deməli, Podruqamın Bayramova yazır, 16 yaşı var. Birinci aybaşı 7 ay əvvəl olub və ikincisi də 1 ay əvvəl. Artıq 1 ayda olmur, normaldırmı? Yəqin fasilələrlə Yəni 7 olur. ay arayla olursa və yaşı da 16 yaşlı normal deyil. 16 yaşda artıq mütəmadi, regular adət görməlidir xanım. Əgər 7 ay ara verirsə artıq burada hiperandroidemiya da ola bilər, sindromundan da söhbət edə bilər. Artıq bu aminariyadır. Bir Xəyal Şahmarov yazır, Rəngi xanımdır, yoldaşının adıyla, oğlunun adıyla yazır. 1 ayda 2 dəfə aybaşı olmaq normaldır. Bir ayda 2 dəfə menstruasiya olmaq normal sayılmır, amma yenə də deyirəm, bu ola bilər ayın biri olsun, bir də növbət, məsələn bu ayın içində gəlsin 27-si, 28-i olsun, bu 2 dəfə olmaq sayılmır. 2 dəfə olmaq 21 gündən tez olması deməkdir. Yəni normalımız, adət günlərimiz 21-35 gün arasındadır. Yəni hər 21 gündən bir olursa normal, amma 19 gündən bir olursa artıq normal deyil. Və bir də bunu deyim ki, məsələn bu ay 35 gündən bir, növbəti dəfədə 20 neçə gündən bir bu normal deyil. Regular olması vacib şəkildə. Nikoşcum yazır, 12-13 yaşlı qızın, doktor, əslində bununla bağlı çox yazanlar var, istəyərəm bu suallarla onu gətirəsiniz. Üz nahiyəsində bığın, qolun, lazer etmək problemi olmaz ki, amma 12-13 yaşlı. 12-13 yaş tezdir, yəni bunlar üçün və belə deyim, əgər çənədə tüklənmə varsa, burada lazer etdirmək bunun çıxış yolu deyil. Əgər yox, kondisional tip olaraq, məsələn, qolları tüklüdürsə, ümumi tüklənmə varsa, amma dediyim kimi kişi tipli tüklənmə deyilsə, qara büstükdən söhbət gedir ki, məsələn, çənədə qara büstük normal deyil, bu kişi tipli tüklənmədir. Bəzən xanımlar deyir ki, anamnez toplayanda hamı kimi də 3-4 əl, hamıda belə bir şey yoxdur və normal da deyil. Yəni, mən ətrafında soruşdum, dedilər, bəzən olur, elə ətrafımızda o problemi olan xanımların da problemi var deməkdir. Doktor, bayaqdan izləyicimiz yazdı, düzdür, uşaq ginekologiyası olmasa da səsləndirəcəm. Doktor Müsəmdə Cərrah Mama ginekologdur. Günah xanım, mənim 4 ayda övladım olur, mən aybaşı olmamışam, bir problem ola bilərmi? Xeyr, 4 aydır övladı olub, menstruasiya görmürsə xanım, çox güman ki, laktasiya dövründədir. Yəni, əgər uşaq südlə qidalandırırsa, bu normaldır. Yox, əgər uşağa ana südü verilmirsə, adət görmürsə, bu zaman hamilə də qala bilər. Ona görə qorunmalıdırlar xanımlar. Mənim qızımda 15 yaşında biraz aybaşı olub, indi olmur, 17 yaşı var, yazan o oldu, ekranı bəyənilirsə. Normal deyil, zaten 15 yaşında gec başlayıb, 17 yaşı var, indi də deyil, yəni bu qədər ara verib olmayıbsa, burada artıq böyük bir problem var deməkdir. Qorxutmaq istəmirəm, sadəcə mən müraciət edən qızlarımızın anamnezindən deyirəm, yəni bu öz təcrübəmdən deyirəm ki,